Gəlin, vaxt itirmənən birbaşa mövzuya keçək. Bugün biz Azərbaycanın sualtı dünyasına, o zəngin və sirli aləmə möhtəşəm bir vizual səyahət edəcəyik. Mən bu bələdçidə sizə çaylarımızın, göllərimizin və Xəzərin dərinliklərində qaynayan həyatı göstərmək istəyirəm. Ekranda görəcəyiniz o canlı, rəngarəng və tam realist şəkillər vasitəsilə bu heyranedici sualtı mənzərələrin əslində nə qədər füsunkar olduğuna özünüz şahid olacaqsınız. Hazırsınızsa, gəlin bu dərinliklərə birlikdə baş vuraq. Təsəvvür edin, Azərbaycan sularında tam 112, bəli, düz eşitdiniz, düz 112 fərqli balıq növü və yarım növü yaşayır. Düşünəndə adamın inanmağı gəlmir, elə deyilmi? Bu sadəcə quru bir rəqəm deyil. Bu, bizim sularımızın nə qədər həyat dolu olduğunun, ekosistemimizin necə nəhəng və zəngin bir şəbəkə qurduğunun ən bariz sübutudur. İndi isə bu zənginliyin ən gözəl nümunələrindən birinə al-əlvan qızılxallı balığına baxaq. Onun üzərindəki o canlı rənglərə, təbii və realist naxışlara diqqət yetirin. Təbiət sanki öz fırçası ilə bu balığın üzərinə sənət əsəri çəkib. O kiçik qızılı xallar, rənglərin ahəngi. Bilirsiniz, bu hələ başlanğıcdır. Qarşıda bizi daha necə inanılmaz canlılar gözləyir. Təbii ki, sularımızdakı mənzərə təkcə rəngarəngliklə bitmir. Burada formaların kəskin təzadı da var. Məsələn, bu iki canlıya baxaq. Bir tərəfdə milyonlarla illik tarixə şahidlik etmiş o nəhəng, qədim görünüşlü ağ balıq, digər tərəfdə isə onun tam əksi olan adi durna balığı. Durna balığının o incə, ox kimi iti və sürətli yırtıcı profili necə də diqqət çəkir. Eyni suları paylaşan, amma bir-birindən tamamilə fərqlənən iki möhtəşəm növ. Bəs bu 112 növü elmi baxımından necə qruplaşdırılır? Ümumilikdə bu balıqlar 15 fərqli elmi dəstəyə bölünür. İstər xanıq kimilər olsun, istər nərə kimilər, istərsə də çəki kimilər. Bu rəqəm özlüyündə sularımızın necə geniş və mürəkkəb bir bioloji müxtəlifliyə, əslində nə qədər sağlam bir ekosistemə ev sahibliyi etdiyini açıq şəkildə göstərir. İndi isə keçək çox vacib və mənim ən çox sevdiyim mövzulardan birinə, endemiklərə. Yəni, yalnız və yalnız bizə aid olan növlərə. Bilirəm, çoxunuz yəqin ki, endemik sözünü eşitmisiniz. Amma gəlin tam aydınlaşdıraq. Bir növün endemik olması, onun dünyada yalnız bir coğrafi məkanda yaşaması deməkdir. Təsəvvür edin, yer kürəsində başqa heç bir yerdə yoxdur, sadəcə bizim sularımızdadır. Bu, onların həm bioloji dəyərini artırır, həm də olduqca kövrək olduqlarını göstərir. Yəni, onlara nəsə olsa, bütöv bir növ yer üzündən silinə bilər. Və baxın, Azərbaycanda məhz bu cür eksklüziv olan iki balıq növümüz var. Şirvan külməsi və soyuqbulaq külməsi. Mənə elə gəlir ki, bu inanılmaz bir qürur mənbəyidir. Dünyanın ən böyük okeanlarına, ən uzun çaylarına axtara bilərsiniz, amma bu iki balığı yalnız bizim evimizdə, öz sularımızda tapacaqsınız. Onlar təbiətimizin yeganə və unikal imzalarıdır. Növbəti dayanacağımız bir qədər həyəcan vericidir. Gəlin indi sularımızın əsl sahiblərinə, nəhənglərə və yırtıcılara nəzər salaq. Qarşınızda sularımızın ən dominant yırtıcılarından biri naqqa balığı. Bu canlının realistik və bir qədər də ürpərdici görünüşünə baxın. Uzun bığları, o nəhəng ağzı və əzələli bədəni ilə o, sözün əsl mənasında dənizaltı bir canavarı xatırladır. Naqqa o qədər kütləvi və güclüdür ki, qida zəncirinin ən zirvəsində rahatlıqla taxt qurub. Amma hər nəhəng heç də aqressiv görünmür. Məsələn, bu füsunkar uzunburuna baxın. Onun anatomiyası necə də heyrətamizdir, elə deyilmi? O, qeyri-adi dərəcədə uzun, qılınc kimi burnu və bədənini qoruyan, eyni elə qədim cəngəvər zirihinə bənzəyən sümük lövhələri. Bu heyvan sözün əsl mənasında milyonlarla il əvvəlin dizaynını bugünə daşıyan canlı bir tarixdir. Yırtıcılar aləmində sağ qalmaq üçün çox fərqli taktikalar mövcuddur və bu həqiqətən maraqlıdır. Bir yanda daşların, lillərin arasında usta bir ninja kimi gizlənən, qıvrılaraq hərəkət edən adi ilan balığı var. Digər yanda isə gümüşü bir ox kimi suyu yaran, qəzəbli və son dərəcə aqressiv bir ovçu, xəşən balığı. Təbiət eyni məqsəd üçün bir-birinə bu qədər zid, amma ikisi də mükəmməl işləyən formalar yaradıb. Biraz fərqli bir mövzuya keçid edək. Balıqların təkcə ekologiyada deyil, insan tarixində də necə kritik rol oynadığını bilirdinizmi? Malariya ovçuları və sularımıza sonradan köçən immigrantlar barədə danışaq. Əvvəlcə sizə belə bir sual verim. Milyonlarla insanın həyatına son qoyan, qorxunc bir xəstəlik olan malariya ilə mübarizədə balıqlardan necə əsas silah kimi istifadə etmək olar? İnsanlar bu balaca su canlıları vasitəsilə bəşəriyyəti necə xilas edə bilər? Maraqlıdır, eləmi?
Gəlin tarixə nəzər salaq. 1930-cu illərin əvvəllərində Azərbaycanda malyariya böyük bir problem idi və bilirsiniz nə etdilər? Çox uzaqlardan, başqa sulardan xambuzya adlı kiçik bir balıq növünü sularımıza gətirib iqlimləşdirdilər. Çünki bu xırda fədailər birbaşa malyariya yayan ağcaqanadların sürfələri və pupları ilə qidalanırdılar. Bununla da epidemiyanın qarşısı tamamilə təbii bioloji bir yolla alındı. Bu, həqiqətən də sadəcə möhtəşəm bir ekoloji həll yolu idi. Təbii ki, kənardan gətirilən tək növ hambuzya deyildi. Bu canlı, əlvan və çox realistik görünən ağamur balığı da ekosistemimizə sonradan daxil olmuş növlərdən biridir. Ağamurun bizim sulara gətirilməsi buradakı bioloji dinamikanı, su bitkiləri ilə qidalanma balansını daha da yaxşılaşdırdı. Ümumiyyətlə, bu iqlimləşdirmə prosesləri illər boyu davam edib. Keta, kijuç və ya işxan qızılbalığı kimi bir çox başqa növlər də sənaye və ekoloji məqsədlərlə sularımıza qonaq gəliblər. İndi isə onlar artıq buranın yerli sakinlərinə sevrilərək sualtı təbiətimizin ayrılmaz bir parçasıdırlar. Gəldik bu bələdçimizin ən həssas və bəlkə də ən vacib hissəsinə, təbiətimizi qoruyaq. Dolgin sənəyənin necə möhtəşəm göründüyünə bir baxın. O gümüşü pulların canlı və real rəngləri göz qamaşdırır. Amma bir anlıq düşünün. Bizim borcumuz yalnız bu gözəlliklərə baxıb heyran olmaq deyil. Biz elə etməliyik ki, bu sular həmişə təmiz qalsın və gələcək nəsillər də bu reallığı ekranda yox, elə birbaşa təbiətin özündə görə bilsinlər. Və ya bu balaca, zərif Qafqaz xolunu götürək. Çox vaxt ekologiya deyəndə ağlımıza ancaq o nəhəng balıqlar gəlir, düzdür? Amma əslində belə gözə az dəyən, lakin ekosistemin fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan kiçik növlər də çox vacibdir. Qida zəncirindəki hər bir halqa, hətta ən xırdası belə qırılmaz və inanılmaz dərəcədə önəmlidir. Sona yaxınlaşarkən gəlin bugün nələri kəşf etdiyimizə bir də baxaq. Sularımızda dövran edən 112 növ, onların cəmləşdiyi 15 elmi dəstə, yer üzündə yalnız bizə aid olan o unikal endemiklər və ümumilikdə mükəmməl amma bir o qədər də həssas olan sualtı ekosistem. Həqiqətən də yaşadığımız bu coğrafiya sözün əsl mənasında bioloji bir xəzinədir. Və mən bu izahatı sizin üçün çox vacib, hətta biraz da kəskin bir sualla yekunlaşdırmaq istəyirəm. Bu 17 unikal növün sularımızda rahat yaşaması, çoxalıb inkişaf etməsi və ən əsası qırmızı kitabın o acı, təhlükə siqnalı verən səhifələrinə düşməməsi üçün biz elə bu gün nə etməliyik? Unutmayın, təbiət qarşısındakı bu məsuliyyət təkcə ekoloqların deyil, elə sizin, mənim, hər birimizin boynundadır. Bu gün öyrəndiklərimiz haqqında düşünün, təbiətimizi və sularımızı sevə-sevə qoruyaq. Təbiətə hörmət, gələcəyə zəmanət.